Sürətli yolun bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən yol hərəkəti haqqında qanunun tələbləri pozulub. Söhbət hər gün minlərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı aeroport şosesindən gedir. Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinə əsasən yaşayış zonalarında sürət həddini ölçən radarlar quraşdırılarkən onlardan 50-200 metr əvvəl ya maksimum sürət həddini məhdudlaşdıran yol nişanı ya da ki informasiya stendi qurulmalıdır. Amma hal-hazırda aeroport şosesinin bir neçə ərazisində sürət həddini ölçən bu tipli radarlar quraşdırılsa da onlardan əvvəl söz gedən iki nişanı görmək mümkün deyil. Məsələn, biz aeroport şosesilə gedirik, tabloda görürük 120 və biz o 120'li zolaqla 130'la gedirik. 3 kilometrdən sonra qabağımıza bir tablo çıxır. Həmin o tablanın altında da informasiya lövhəciyi nişanı yoxdur və ya maksimum sürəti məhdudlaşdırması nişanı yoxdur. Radarın qabağında 50-200 metr məsafədə bu yoxdursa, 120'li gəldiyim yolu 130'la getsəm belə, məni radar çəkməyi qeyri-qanuni olacaq. 150 ilə getsəm. Lap 150 ilə getsəm. Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolarda radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub. Radara 50-200 metr qalmış, həmin informasiya stendi görmüsünüz? Yox, görmür. Konkret heç biri yoxdur da. Olmalı da maşınında. O da yoxdur burada. Yol boyu yoxdur da? Yoxdur, yox. Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyə olunmasa da, onlara belə bir xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər. Sürücü inzibati protokoldan 10 gün ərzində şikayət ərizəsi verir. Şikayət ərizəsində 50-ci maddənin tələblərini göstərir. 50-ci maddənin tələblərinə uyğun olaraq göstərir ki, bu radar məni çəkən zaman həmin ərazidə 50-200 metr məsafədə informasiya lövhəciyi və ya 324 deməli maksimum sürətin məhdudlaşması yol nişanı quraşdırılmadığına görə mənə yazdığınız radar xahiş edirəm silinsin və silinəcək. Eyni hal Zığ şosesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Xəzər xəbəri açıqlamasında bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər.